Aha, video yarımçıq kəsildi, uşaqlar yarımçıq kəsildi deyəndə əlim dəyib. Ona görə 30-cu sualı qaldığımız yerdən davam etdirirəm. Y plus T izotopdur deyir. Yanlışdır, baxıram Y 1-ə uyğundur, T 3-ə uyğundur. Sonra keçirəm X plus Z-dir, eyni elementin fərqli iyonlarıdır. Y-lə, deməli 30-cu sualda Y-lə Z eyni elementin, Y-lə Z izotopdularsa, bəli, eyni elementin fərqli iyonlardır. Doğrudur, izotopdular axı, protonları eynidir. Sonra deyir, Y və T eyni elementin fərqli iyonlardır. Xeyr, Y-lə T dediyim mən fərqli elementlərdir. Eyni elementi söhbəti gedənməz. Birində proton sayı 1-dir, birində məsəl üçün 3-dür. Sonra deyirik, Y və T, buna çıxaq. Y və T izoelektrondur. Y-lə T izoelektronudurmu? Bəli, bax, elektron ikisində də eyni nöqtədə eynidir. Nə olsun ki, protonlar fərqlidir, amma elektronlar hamısında 2 nöqtəsindədir görə izoelektrondular. Ona görə də doğru cavabımız oldu 1, 3 və 5 Y variantı. 31-ci sualda deyir, X, Y3N iyonunda cəmi 42 elektron olarsa. X, Y3 iyonunda cəmi 42 elektron varsa yazıram. X-də deyir, neçə elektron var? 16 yazıram. 16 bir X-in var. Gör, üstə gəlsin. 1 Y-də neçə dənədir? 8. 3 dənədirsə eləyir 24. N bilmirik neçədir. Bu toplam neçə eləyir? 16 plus 24 eləyir 40. Amma bu deyir ki, 42 elektronun var. Deməli, 2 dənə də mənfi üstündə artıq imiş. O zaman 42 olur. Elektron axı mənfi 3-lüdür. Ona görə 2 mənfi yazmalıyım. Müsbət 2 yazsam, daha da elektron sayımı 38-ə endirərdim. Mənfi 3-ün sayının çox olduğunu hesablayıram, belə 40 olmalıdır. Amma 42 olsa, deməli, üstündə də 2 dənə mənfi yüküm var ki, 42 eləsin A variantı. 32-ci sualda T, Z, X, Y verilib. X və Y element, bura yenə yazırıq, bura 1, bura yazırıq 2, bura yazırıq 3. Burada çünki proton sayıları da 1, 2 və 3. Bu da 2-dir. Aha. X və Y elementləri izotopdur. X ilə Y izotop deyil. Biri 2-də, biri 3-də yerləşir. Bir səhvdə. X və Z elementi izotopdur. Bəli, bax, 2 nöqtəsində yerləşir. X-də, Z-də doğrudur. T və Z elementləri izobardır. T ilə Z-in kütlə ədədi bərabərdir. Kütlə ədədi bərabər olanlar da izobardır. Doğrudur. 3 nöqtəsində yerləşib. X və Y elementi izobardır. X ilə Y, bəli, o da baxın 2 nöqtəsində yerləşiblər. Bu kütlə ədədi cəhətdən. Kütlə ədədlər bərabərdir görə izobardır. Z və X elementi izobardır. Z ilə X xeyr, izotopdur. Çünki onların protonları bərabərdir. Doğru cavab 2, 3, 4-dür. 33-cü sualda elementlərdə kütlə ədədidir, neytron sayıdır. Nə var ki, proton sayı necə tapılırdı? Kütlə ədədindən, yəni 64-dən 35 çıxırıq. Qalır deyəsən 29. İyonda deyir, elektronların sayını müəyyən edir. 2 müsbət o deməkdir ki, müsbət olan sayı mənfi olan sayından 2 dənə çoxdur. Bu 29-dursa elektron ondan 2 dənə azdır da. O da eləyir 27. 34-cü sualda deyir, deməli 28 neytronu var. Neytron nə ilə işarə olunurdu? Neytron, A'dan P'yə çıxırdıq, neytronu alırdıq. A'mız neçədir? 2-4. Bundan çıxırıq. M-4'ü. Yəni M- burada A- 2-4 nədir? A. Bu nədir? P. A'dan P'yə çıxanda bir dəqiq bunu da sadələşdirək yazaq. 2n-4 çıxılsın. Mənfi müsbətə vuranda n. Üstə gələk 4 bərabərdir. N eləcə n. Deməli, neytronumuz eləcə n-ə bərabərdir. Yəni, n-imiz nəyə bərabər imiş? 28-ə. Buradan proton sayımızı tapa bilərik. Proton nədir? 28-dən 4-ün çıxmaq. Yəni, neytronudan 4-ünü çıxırıq. Bu da demişdi, neytronumuz 28-dir.
Bərabər edir 24-də. Proton sayımız 24-dür. İyonun elektronunun sayını hesablamaq lazımdır. Proton 24-dürsə, müsbət olan deyir 3 dənə çoxdur. Deməli, elektron bundan 3 dənə az olacaq. Bu 24-dürsə, o 21 olacaq. Bu da A variantına uyğun gəlir. 35-ci sual. O 35-ci sualda x verir, üstündə 6 müsbət verir. Burada proton sayını bilmirik. P yazaq. Y-də 3 mənfi verir. Burada da proton yazaq. Deyir, izoelektrondular. Yəni, bunların elektronları toplayanda bərabər. Yəni, P-6 bərabərdir P plus 3-ə. Proton sayını ikisində də eyni işarə etməyə haqqımız varmı? Yoxdur, eyni işarə etməyək. Gəlin, fərqli işarə edək ki, çaşmayaq. Bunu balaca A ilə işarə edin, bunu balaca B ilə işarə edin. Amma bilək ki, o yəni protonları saydaq. Biz bilirik, aşağıda protonlar yerləşir həmişə. Ona görə yazıram. A-6 bərabərdir B plus 3-ə. Sonra deyir ki, x-in proton sayı, y-in proton sayının 3 mislindən 5 vahid azdır. X-in proton sayı nədir? A. A, y-in proton sayının 3 mislindən, yəni 3B-dən 5 vahid azdır. A nəyə bərabər oldu? 3B minus 5-ə. X-in proton sayı, eləcə A-nın yerinə 3B minus 5 qoyacaq. Bax, bu bərabərlikdə. 3B minus 5 çıxaq 6 bərabərdir B plus 3-ə. 3B çıxaq mənfi 5 ilə mənfi 6 edir, mənfi 11 bərabərdir B plus 3-ə. 3B çıxaq B, bu bərabərlik bu tərəfdən keçir 3, bu da bu tərəfə keçir, üstə gələk 11. 2B bərabərdir 14-ə, B bərabərdir 7-yə. B nəyin sayı idi uşaqlar? Y-dəki neytronların sayı 7 imiş. X-in proton və neytron sayını bərabər X üçün tapmalıyıq. B 7-dirsə A bərabərdir. 3 vurulsun, bax burada yerinə qoyuram. 7 çıxılsın 5. A nəyə bərabər olur? 21 çıxaq 5-ə, o da bərabərdir 16-ya. A-da X-in proton sayı 16-dır. Deyək ki, X-in proton sayı neytron sayına bərabərdir. Yəni, protonu 16-dırsa X-in, neytronu da eləyir 16. Və deyir ki, onun kütlədədir. A da bərabərdir protonla neytronun cəminə. Bu da eləyir 32. Yəni, 35-də Y variantı. Keçək 36-cı sualda X, Y və Z atomlarının elektron saylarının dəyişməsi göstərilmişdir. Hansı ifadə doğrudur? Elektronlar yenə deyirik, bu 1 imiş, bu 2 imiş, bu 3, bu 4, bu da 5, bu da 6 deyək. Burada da bu 1, 2, 3, 4 və 5. X elektron alır. Baxaq görək X-də elektronunda nə baş verir? X 1-dən 2-yə gedir. Bəli, elektronu alır. 1 doğrudur. Y katyona çevrilir. Katyona çevrilmək protonunu artırmaqdır. Baxaq görək Y 3-dən 2-yə gedir. Bəli, elektronunu verirsə katyona çevrilir. Bu da doğrudur. 1, 2 doğrudur 36-da. Sonra X və Y-i əmələ gətirən iyonlar izoelektronlardır. X və Y-in əmələ gələn iyonları. Baxaq görək elədirmi? Bu gəlir 2-də dayanır. X, Y-də gəlir 2-də dayanır. Bəli, ikisi də 2-də dayanacaq görə. Bax, bu da burada. Eyni nöqtədədirlər görə. Elektron səviyyəsində eyni nöqtədədir görə. İzoelektronlardır. Z aniona çevrilir. Z niyə 4-dən 3-ə gəlir? Daha da elektronunu verir. Niyə aniona çevrilsin ki? Səhvdir. Sonda əmələ gələn Z-in iyonu ilə Y-in atomu, Y atomu burada durur. Z də bura gəlir. Bunlar eyni nöqtədədirlər axı. Düz deyir. Ona görə izoelektrondular. Doğru cavab deyir 1, 2, 3 və 5. 37-ci sual.
Atomun elektron təbəqələri və onda yerləşən elektronların sayları təsvir olunmuşdur. Neytral atomda cəmi 17 elektron varsa x-i müəyyən edin. Baxın, 17 elektronu biz burada paylamalıyıq. 2, 8, 2 ilə 8-in cəmi neçə eləyir? 10. Onu paylanıbsa x-in yerinə neçə düşür? 7. Sonra keçirik 38-ci sual. Atom elektron təbəqəsiləri və onda yerləşən elektronların sayları təsvir olunmuşdur. Atomun kütlə ədədi 31-dir. A 31-dir. Neytron sayı da 16-dır. Buradan protonu necə taparıq? Atom kütləsinə neytronu çıxmaqla. Proton bərabərdir. 31 çıx 16 bərabərdir 15 imiş. 15 protonu və ya 15 elektronu paylamalıyıq. Neytral atomdursa proton sayı elektron sayına bərabərdir. 2, 8, 10-u paylayıb neçəsi çatmır? 5-i. 39-cu sual. X2 müsbət ionunda 28 elektron var. Elektron 28-dirsə, müsbət olan da bundan 2 dənə çoxdur. Deməli, neçəymiş? 30. Və 35 neytronu var. Neytron da 35-dir. Verilən x-in kütlə ədədini tapırıq. Kütlə ədədi protonla neytronun cəmidir. 30 + 35 eləyir 65. 40-cı sual. 40-da neytral atomda cəmi 46 zərrəcik var. Neytral atomda 46 zərrəcik. Neytron sayı proton sayından bir vahid çox olarsa, zərrəciklər nədən ibarətdir? Proton plus neytron plus elektron zərrəciklərdən ibarətdir. Uşaqlar, neytral atomdursa biz nəyi bilirik? Proton bərabərdir elektrona. Ona görə elektronun yerinə proton yaza bilərəm. P plus P. Plus da deyir ki, neytron sayda proton sayından bir vahid çoxdur. Neytronu da yerinə yaza bilərəm. P plus 1. Və toplam bunlar neçəyə bərabərdir? 46-ya. 3P plus 1 bərabərdir 46-ya. 3P bərabərdir 46 çıxaq 1-ə. 3P bərabərdir 45-ə. P bərabər 15-ə. Proton 15 imiş. Deyək ki, kütlə ədədini tap. Kütlə ədədi nəyə bərabər idi? A bərabərdir proton plus neytrona. Protonumuz 15-dir. Neytronumuz bundan bir vahid çox 16. Toplam neçə eləyir? 31. Keçirik 41-ci sualda. Kütlə ədədi 59-dur. A 59-dur. Nüvəsində yerləşən yüksüz zərrəciklərin sayı, yüksüz zərrəcik nə idi? Neytron. Sayı yüklü zərrəciklərin sayından 3 vahid çoxdur. Neytron bərabərdir proton üstə gəlsin 3-ə. Buna əsasən hansı ifadə doğrudur? Kütlə ədədi nəyə bərabər idi? Protonla neytronun cəminə. Proton üstə gəlsin. Neytron da yazırıq P plus 3. Çünki deyir proton sayından yüklü zərrəciklərin sayından 3 vahid çoxdur. Ona görə yazdıq P plus 3 bərabərdir 59-a. 2P bərabərdir 59 çıxılsın 3-ə. 2P bərabərdir 56-ya. P də bərabərdir 28-ə. Proton sayı 28-dir, doğrudur. Neytron sayı 31-dir. Bəli, 28-dən 3 vahid çox daxil. 28 üstə gəl, 3 eləyir 31, doğrudur. Nüvə yükü 31-dir, yox. Nüvə yükü elə, nüvənin yükü əsas nə təşkil edir? Protonu da 28-dir. Bu yanlışdır. Elektron sayı 28-dir. Bəli, neytral atomda proton elektrona bərabərdir. Atomun yükü 0-dır. Bəli, atom neytraldır görə yükü 0-dır. Doğru cavab, yanlış cavab soruşur əslində. Doğru deyil, o da eləyir C variantı. 42-ci sual. 42-ci sual. X və Y atomları eyni elementə aid olduğuna görə neytron sayları fərqli ola bilər. Bəli. Bu izotop deməkdir da, yəni izotoplarda da bilirdik proton sayı eyni idi, fərqli olanlar deməli neytron sayı fərqli ola bilər, sonra nələri fərqli idi, kütlə ədədləri fərqli idi, fiziki xassələri fərqli idi və s. Ona əsasən gedir. Neytron sayları fərqli ola bilər, bəli, aid olanları seçirik. Elektron sayları eyni ola bilər, bu da doğrudur 42-də. Proton sayları fərqli ola bilər. Xeyr, proton sayları fərqli ola bilməz. İzotopdular. Eyni elementdirsə bunların ikisi də deməli izotopdular. İzotop.
İzotop sözünün sonunda P ilə bitir. Yəni proton sayları bərabər. Doğru cavab D variantı. 43-cü sual. X O4 3 mənfidir. İyonunda cəmi 50 elektron var. Bu iyonda X iyonundakı X müsbət iyon üçün. Aha. Burada baxırıq ki, 1 oksigen 8-dir. X plus 4 vururuq 8-ə. 3 mənfi o deməkdir ki, mənfi elektronun sayı 3-dən çoxdur. Bərabərdir 50-yə. X plus o 4 dəfə 8 edir 32 üstə gəlsin 3 bərabərdir 50-yə. X bərabərdir 50 çıxılsın 35-ə. X da bərabərdir 20 yox 15. 15. X-da deməli 15 dənə elektron və ya da proton var. Proton var. Aha. X müsbət olanda müsbət 5-dirsə burada proton sayımız olur 15, elektron sayı olur 10. Elektron sayı 10'dur. Doğrudur. Proton sayı 15'dir. Kütlə ədədi 31'dir. Xeyr, deyə bilmərik o haqqında. 31 olarsa neytron sayı 16'dır. Bəli, düzdür. Əgər 31 olsa bura 31-dən 15 çıxarıq 16 qalar. Ona görə 3'ü də doğrudur. Doğru cavab 43-də Y variantı.